Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi buraxılış imtahanına sayılı günlər qalıb. Məhz bu məqsədlə kanalımızda sizə dəstək olmaq üçün bəzi imtahana düşə biləcək sual tiplərinin və yaxud da vaxtilə imtahana düşmüş sualların izahı olunacaq. Siz də imtahana getmədən əvvəl mütləq şəkildə bu izahlara baxın ki, imtahanda 100% nəticəni əldə edə biləsiniz. Başlayaq birinci sualdan. Hansı nümunədə zərfliyin iki məna növü işlənmişdir? Əmim babamın yeni əkdiyi ağaclara baxa-baxa sözünə davam etdi. Davam etdi kim? Əmim. Nəyə davam edib? Sözünə. Necə davam edib? Babamın yeni əkdiyi ağaclara baxa-baxa. Burada bir dənə tərz hərəkət zərfliyi var, başqa bir zərfliyi yoxdur. Ona görə A bəndi səhvdir. Daha sonra. Uşaqlar aşağıda Turgut baba ilə qarşılaşdılar. Nə etdilər? Qarşılaşdılar. Kim? Uşaqlar. Kim ilə? Turgut baba ilə. Harada? Aşağıda. Burada da bir ədəd yer zərfliyi var. Başqa zərflik işlənməyib. Ona görə B də səhvdir. Nurani qoca ayağa qalxaraq gələnləri salamladı. Nə etdi? Salamladı. Kim? Qoca. Hansı qoca? Nurani qoca. Nə etdi? Salamladı. Kimi salamladı? Gələnləri. Necə salamlayıb? Ayağa qalxaraq. Burada da bir dənə tərz hərəkət zərfliyi var. Başqa növ yoxdur. Qonaqlar bir neçə gün bundan əvvəl kəndə gəlmişdilər. Nə etmişdilər? Gəlmişdilər. Kim? Qonaqlar. Haraya gəliblər? Kəndə. Nə vaxt gəliblər? Bir neçə gün bundan əvvəl. Burada həm yer zərfliyi var, həm də zaman zərfliyi var. Cavab oldu D. Mən Qarabağ Universitetində təhsil almaq arzusundayam. Təhsil almaq arzusundayam. Kim? Mən. Harada? Qarabağ Universitetində. Burada isə bir dənə yer zərfliyi var. Cavab oldu D variantı. 2-yə baxaq. Əvəzilərdən biri məna növünə görə digərlərindən fərqlənir. Biri qeyri-müəyyən əvəzlidir, hər kəs qeyri-müəyyən əvəzlidir, hərə və hamı qeyri-müəyyən əvəzlidir. Filan isə təyini əvəzliyi olduğu üçün cavab olur D variantı. 3. Uyğunluğu müəyyən edin. Gəlin tələffüzləri yazaq, sonra yazışı ilə tələffüz arasında fərq yoxdur. 2 fərqli məqam var, 3 fərqli məqam var. Bunu əsasən uyğunlaşdırarıq. Əzimkar, araya i artırırıq. Əzimkar. Bu şəkildə tələffüz olunur. Rahatdıq şəklində tələffüz olunacaq. Səyyah necə yazılır? Elə də oxunur. Şirni, Q-dan sonra samitlə başlayan şəkilçi gəldiyi üçün xışdırıq səsini verəcək. N-mı qoşallığı olduğu üçün N da M səsini verəcək. Şirnihlənmə bu şəkildə oxuyacaq. Məfdil isə məfdil şəklində oxunacaq. Deməli, burada bir fərqli məqam oldu, burada 2 dənə oldu, burada 1, 2, 3 dənə oldu, burada isə 1 dənə oldu. Deyir, yazılışla deyiliş arasında fərq yoxdur. Bunu yalnız səyyah sözündə gördüyümüz üçün 1-ə yazırıq C. 2 fərqli məqamı yalnız rahatlıq sözündə gördüyümüz üçün 1-ə yazırıq B. 3 fərqli məqamı isə şirniklənmək sözündə gördük. 3-ə də gedir C. Daha doğrusu D. 1, C, 2, B, 3, D doğru variant oldu. B variantı. 4. La-nın işlənmə məqamlarına əsasən uyğunluğu müəyyən edin. Qoşma, bağlayıcı, zərf düzəldən şəkilçi. Baxaq. Atlar çayın sahilindəki dar cığırla gedirdi. Nə edirdi? Gedirli. Hara ilə? Cığır ilə. Buradakı ilə qoşmadır. 1-ə gələcək A. Həmin il dayılarım anamla bacımı kənddən və Bakıdan kəndə yola saldılar. Anam və bacımı, buradakı la-nı və ilə əvəz etdim. Deməli, bağlayıcıdır. 2-yə gedir B. Külək vıyıldaya əsir. Daşla döşənmiş küçələrin tozunu bura göyə sovururdu. Daş ilə döşənmiş, burada ilə deyə bildiyim üçün qoşmadı. Və ilə də əvəz etmək mümkün deyil. Ona görə bir eyni zamanda C yazırıq. Güclə közərən lampanın otağı işıqlandırmağa gücü çatmırdı. Necə közərən? Güclə közərən. Burada zərf düzəldən şəkilçidir.
Sözünü cəsarətlə deməyi bacaran Ayna yenə də susa bilmədi. Necə deməyi, nə tərzdə deməyi, cəsarətlə deməyi burada da zəf düzəldən şəkilçidir. 1AC, 2B, 3DE. Variantı da bax. Deməli, 1AC, 2B, 3DE doğru variant oldu, B variantı. Keçək 5-ci suala. Aşağıdakı modeldə olan sözlə bağlı düzgün fikirləri müəyyən edin. İsim cəm şəkilçisi, üstəgəl yerli hal şəkilçisi. Məsələn, tutaq ki, kitablarda kitab isimdir, lar cəm şəkilçisidir, dadə isə yerli haldır. Bir də məsələn, məktəblərdə düşünə bilərik. Məktəb isimdir, lər cəm şəkilçisidir, dadə isə yerli haldır. Cümlədə xitab ola bilər, xeyr, xitab yalnız ismin adlı halında olur, bir səhvdir. Bir olanları atın getsin. Cümlədə ismi xəbər kimi işlənə bilər, dadə ilə cümlə bitməz. Ona görə bu da səhvdir. 2 olanları da ataq. Cavab artıq çıxdı. C variantı. Zəflik vəzifəsində işlənə bilər, bəli. Məktəblərdə təmir var. Harada təmir var? Məktəblərdə. Zəflik oldu. Təyinin ifadə vasitəsi ola bilər, xeyr, ola bilməz. Tamamlıq vəzifəsində işlənə bilər, bəli. Kitablarda maraqlı şəkillər var. Nədə? Kitablarda, bəli. Burada da tamamlıq oldu. 3 və 5, yəni ki, C. Sonra 6-ya baxaq. Hava sərinləşdikcə qumlu sahildə adamlar çoxalırdı cümləsinin təhlili ilə bağlı yanlış fikirləri müəyyən edin. Gəlin təhlil eləyək. Çoxalırdı. Nə? Adamlar. Harada çoxalırdı? Sahildə. Hansı sahildə? Qumlu. Nə zaman çoxalırdı? Hava sərinləşdikcə. İndi səhvləri tapmalıyıq. Zaman zərfliyi feili bağlama tərkibi ilə ifadə olunmuşdur. Zaman zərfliyi hava sərinləşdikcə hissəsidir. Bəli, burada dikcə var, feili bağlamadır, üstəkdə tərkib əmələ gətirib. Bu doğrudur. Biz yanlışları axtarırıq, ona görə bir olan variantları atırıq. Cümlədə ilk söz mübtədadır. Mübtəda cümlədə feildən əvvəl gəlib, yəni xəbərdən əvvəl gəlib. İlk söz mübtəda deyil, zəflikdir. Zəflik feili bağlama tərkibinin daxilində işlənib. Ona görə 2 səhvdir. 2 olmayan variantları da ataq. B bəndi də getdi. İmtahanda vaxt qazanmaq istəyirsə, baxın 2, 4, 2, 4. Ya 3-ə, ya da 5-ə baxaraq cavabı çıxarda bilərsiniz. Mübtəda yer zəfli ilə əlaqəyə girib. Mübtəda bir təyinlə, bir də xəbərlə əlaqəyə girir. Yadda saxlayın, digər cümlə üzvlərlə əlaqəyə girmir. Ona görə səhvdir. 3-də götürürük. Cümlə üzvlərindən ikisi söz birləşməsi ilə ifadə olunub. Sadəcə biri söz birləşməsini ifadə olunub. O da zəflidir. Ona görə 4-də səhvdir. Cavab olacaq 2, 3, 4, yəni B variantı. Cümlədə yalnız tabeli əlaqəsi işlənib. Bəli, tabesizlik əlaqəsi həmcins üzvlərlə tabesiz mürəkkəb cümlənin daxilində olur. Bu sadə cümlədir, mürəkkəb cümlə deyil. Burada sadəcə uzlaşma əlaqəsini, yanaşma əlaqəsini görə bilərik. Eyni zamanda idarə əlaqəsi də var. Tabesizlik əlaqəsi axtarsa, ya cümlə tabesiz mürəkkəb cümlə olmalıdır, ya da cümlənin tərkibində həmcins üzvlər olmalıdır. Ona görə 5 doğrudur. Yalnız tabellik var, tabesizlik yoxdur. Biz səhvləri axtardıq. 2, 3, 4, yəni ki, B variantı. 7. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümlədə mübtəda olmur, ancaq bərpası mümkündür. Xəbəri də hər zaman 3-cü şəxsin cəmində olur. Yalnız və yalnız 3-cü şəxsin cəmi. Hamı gələndə əmimgil qapını döydülər. Döydülər kim? Əmimgil. Mübtəda var. Qeyri-müəyyən şəxsdə mübtəda yoxdur. Sadəcə bərpa eləyə bilirik. Uşaqları kimsə vağzalda qarşıladı. Dedik ki, xəbəri 3-cü şəxsin cəmində olur. Baxın, bu təkdədir. Ona görə bu da səhvdir. Tapşırığa indi əməl edildi. Bu şəxsi cümlədir. Əli kəndə çatanda onu qarşıladılar. Nə etdilər? Qarşıladılar. Kim? Onlar. Mübtəda yoxdur. Bərpa eləyə bilirəm. Deməli, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Tanımadığımız adamlar vağzalda dayanmışlar. Dayanmışlar kim? Adamlar. Mübtəda olduğu üçün bu müəyyən şəxsi cümlə olur. Cavab oldu D variantı. Keçək 8-ci suala. Cümlələrin birində o əvəzindən sonra vergül qoyula da bilər. Durğu işarələri buraxılmışdır. Gəlin əvvəlcə o bu əvəzindən sonra vergülün qoyulması qaydasını təkrarlayaq. Yadda saxlayın ki, o və yaxud da bu əvəzindən sonra vergül qoymaq istəyirsinizsə,
Birincisi, bu iki əvəzliyin hər biri cümlədə mübtəda vəzifəsində olmalıdır. Yəni siz bu əvəzliklərə ismin sualını verməlisiniz. Əgər mübtəda vəzifəsindədirsə, bu zamanda bu iki əvəzlikdən sonra gələn nitq hissələrinə baxmalısınız. Əgər o və budan sonra isim, sifət, say, zərf, feili sifət, bir də modal söz. Bunlar gələrsə, vergül qoyun. Modal söz. Bu zaman vergül qoyulacaq. Yox, əgər o və bu əvəzliyindən sonra əvəzlik, feil, feili sifət xaric, feilə aid hər şey, feil, daha sonra digər köməkçi nitq hissələri qoşma, bağlayıcı, ədat, nida. Bir də modal söz görəndə normalda vergül qoyuruq, amma istisna 3 ədəd sözümüz var ki, sanki, güya, elə bil. Bu modal sözlər gəlsə və yaxud da yuxarıda sadaladığımız əvəzlik, feil, qoşma, bağlayıcı, ədat, nida, sanki, güya, elə bil. Bu modal sözlər gəlsə, vergül qoyulmur. İndi gəlin buna əsasən cavabı çıxardaq. O artıq bizi daha çox narahat edir. Dedik ki, köməkçi nitq hissələrinə modal söz gəlsə vergül qoya bilərik. Artıq modal söz olmadığı üçün A bəndi səhvdir. O təbii ki, bunu bilirdi. Burada da vergül olmaz. O günləri Solmaz tez-tez xatırlayır. Dedik mübtəda olsun. O günləri, hansı günləri? Burada sifətin sualına cavab verdi. Təyin vəzifəsindədir. Olmaz. O meşəyə doğru qaçırdı. Kim meşəyə doğru qaçırdı? O. Burada mübtəda kimi düşünə bilərəm və meşə də isim olduğu üçün vergül qoya bilərik. Bizə deyir ki, vergül qoyula da bilər. Siz buradakı onu təyin kimi də düşünə bilərsiniz. O meşəyə. Hansı meşəyə? O meşəyə. Digər variantlarda istəsəz belə mübtəda kimi düşünə bilmirsiniz. Amma D variantında həm mübtəda, həm də təyin kimi düşünmək mümkündür. O mənim ən yaxın dostumdur. Burada isə əvəzlikdən sonra əvəzlik gəldiyi üçün vergül olmaz. Cavab oldu D variantı. Keçək 9-cu suala. Hansı homonimlər müxtəlif nitq hissəsinə aiddir? Əqrəb bir var, saat əqrəbi isimdir. Bir də var heyvan əqrəb, yenə də isimdir. Bizə müxtəlif nitq hissəsi dediyi üçün A bəndi səhvdir. Qayın bir var, qohum kimi qayın, bu zaman isimdir. Bir də var ağac kimi qayın, bu zaman da isimdir. Eyni nitq hissəsi olduğu üçün səhvdir. Hələlik C-ni saxlayaq. Bal bir var, qida vasitəsi, yediyimiz bal isimdir. Bir də var, məsələn, oyundan qazandığımız bal, yenə də isimdir. Kürək bir var, insanın kürəyi isimdir. Bir də var, alət kimi kürək, yenə də isimdir. Burada cavab olacaq C variantı. Tam bir var, tamam bütövlükdə, bütöv mənasında, bu zaman sifətdir. Bir də var, tam dad mənasında, məsələn, yeməyin tamı, yeməyin dadı. Bütöv mənasında düşünürsünüzsə sifətdir, yeməyin tamı, yəni dadı mənasında düşünürsünüzsə artıq isimdir. Ağrı bir var, baş ağrısı, məsələn, diş ağrısı, belə düşünürsünüzsə isimdir. Ağrımaq mənasında düşünürsünüzsə feildir. Hər ikisi müxtəlif olduğu üçün cavab oldu C variantı. Keçək 10-cu suala. Hansı cümləni sintaktik cəhətdən aşağıdakı sxemlərin hər üçünə uyğun təhlil etmək olar? Bir dəfə mübtəda tamamlıq xəbər, bir dəfə tamamlıq xəbər, bir dəfə təyin tamamlıq xəbər. Bu şəkildə düşünməliyik. Baxaq. Qızıl gümüşdən bahadır. Nədir? Bahadır. Nə? Qızıl. Nədən? Gümüşdən. Bunu neynəsə də ancaq bir cür düşünmək mümkündür. Yəni, birinci qrafikə uyğun gəlir. O birlərinə çevirə bilmərik. Ona görə A səhvdir. Daş hasarı rəngdədilər. Nə etdilər? Rənglədilər. Kim? Onlar. Mübtəda buraxılıb. Nəyi? Hasarı. Hansı hasarı? Daş hasarı. Burada da təyin tamamlıq xəbər qrafikinə uyğun gəldi. Başqa qrafikə uydura bilmirik. O Aşıq Ələsgəri tanıdı. Nə etdi? Tanıdı. Kim? O. Kimi tanıdı? Ələsgəri. Hansı Ələsgəri? Aşıq Ələsgəri. Bu isə heç bir qrafikə uymadı. Ona görə C-də getdi. Bu binanı təmir etdilər. Təmir etdilər. Kim? Onlar. Mübtəda buraxılıb. Nəyi? Binanı. Tamamlıqdır. Hansı binanı? Bu binanı. Bu isə təyindir. Bunu da ancaq bu cür təhlil edə bilərsiniz. Sonuncu qrafikə uyur. Y variantına baxaq.
Tələbə yoldaşını gördü. Nə etdi gördü? Kimi gördü? Tələbə yoldaşını, tələbənin yoldaşını. Bunu ikinci növ təyinli söz birləşməsi kimi götürsəz, bütövlükdə mübtəda olur. Çünki siz bilirsiniz ki, kimi gördü? Tələbə yoldaşını, tamamlıq daha doğrusu. Çünki biz bilirik ki, ikinci növ təyinli söz birləşməsi parçalanmır. Kimi gördü? Tələbənin yoldaşını. Bütövlükdə mübtədadır. Sonra belə təhlil edə bilərik. Gördü kim? Tələbə. Kimi gördü? Yoldaşını. Bir dəfə tamamlıq xəbər qoyduq. Bir dəfə mübtəda tamamlıq xəbər qoyduq. Bir də belə düşünə bilərik. Nə etdi gördü? Kimi? Yoldaşını. Hansı yoldaşını? Tələbə yoldaşını. Yəni yoldaşlar məsələn hazırlıq yoldaşı ola bilər, sinif yoldaşı ola bilər. Daha doğrusu başqa necə düşünə bilərik? Hazırlıq yoldaşı, sinif yoldaşı, yəni iş yoldaşı da ola bilər. Fərqli yoldaşlar olduğu üçün burada hansı sualını vermək mümkündür. Həm birinci qrafikə, həm ikinci qrafikə, həm də üçüncü qrafikə uyğun gəldiyi üçün doğru variantı oldu. E variantı. Keçək digər sınağımıza. Tərkibinə görə təhlil baxımından biri digərlərindən fərqlənir. Dilək sözün kökü dildir. Dildən diləmək, dilək. 2 leksik var. Yaramaqdan yaraşmaq, yaraşıq. 2 leksik var. Qopmaqdan qoparmaq, qopartmaq. Yenə də 2 leksik oldu. Qorumaqdan qoruq, qoruqçu. 2 leksik var. Tapşırmaqdan tapşırıq. 1 leksik var. 4 variantda 2 leksik, 1 variantda 1 leksik olduğu üçün cavab olur E variantı. Hansı cümlədə əvəzin məna növlərinin hər birinə aid yalnız bir nümunə işlənmişdir? Əvəzin məna növlərini xatırlayaq. Şəxs əvəzliyi, işarə əvəzliyi, təyin əvəzliyi, qeyri-müəyyən əvəzliyi və sual əvəzliyi. Yəni bir cümlənin tərkibində bu 5-ini də deyir gör. Ona görə hamısında belə işarə qoyacağam ki, rahatlıqla cavabı çıxarda bilək. Ağıllı qızım, özün bilirsən ki, sənin bu həyatdakı istəklərin hamımız üçün əzizdir. Əvəzliklər özün, sənin, bu, hamımız. Öz təyin əvəzliyidir. Sənin şəxs əvəzliyidir, bu işarə əvəzliyidir, hamı qeyri-müəyyən əvəzliyidir. Burada sual əvəzliyi olmadığı üçün A bəndi nədir? Səhvdir. Nə qədər bizdən gizlətməyə çalışsa da, bu gözlərdə dərin bir kədərin iz saldığını hamı görürdü. Nə qədər biz, bu, bir də hamı. Belə məntiqən baxanda növ olaraq paylamasaz da olar. Görürsünüz 4 dənə əvəzliyidir də. Avtomatik B variantında çıxa bilərsiniz. Növlərinə baxaq. Nə qədər sual əvəzliyidir? Biz şəxs əvəzliyidir. Bu işarə əvəzliyidir. Hamı qeyri-müəyyən əvəzliyidir. Burada isə təyin əvəzliyi olmadığı üçün səhv oldu. Keçək digər bir varianta. Siz o adamdan öz talinizlə bağlı nə isə soruşmaq istəyirdinizsə, niyə qəfil sustunuz? Baxın, siz, o, öz, nə isə, niyə. Neçəsinin altına xətt çəkdik? 5-ini. Deməli, burada cavabın bu olma ehtimalı çox yüksəkdir. Siz şəxs əvəzliyi, o adam, hansı adam? Burada hansı sualını verdiyim üçün o işarə əvəzliyidir. Öz təyin əvəzliyidir. Nə isə qeyri-müəyyən əvəzliyidir. Niyə isə sual əvəzliyidir. Belə cavab oldu C variantı. Bizim faciəmiz ondadır ki, bu igidlər heç vaxt bütün bir xalq halında birləşən bilməyiblər. Bizim, bu, heç vaxt. Görürsünüz, burada isə nə qədər oldu? 3 dənə oldu, ona görə bu variant getdi. Biz nə edək ki, hərəsi bir yana dağılmış bu uşaqların münasibətini düzəldək. Biz şəxs əvəzliyi, nə etmək sual əvəzliyi, hərə qeyri-müəyyən əvəzliyi, bu isə işarə əvəzliyidir. Cavab oldu C. Hansı sözlərin yazılışında səhvə yol verilib? Aidlik sözündə y yoxdur. 1 səhvdir. Bəyan deyil, bəyan olmalıdır. Bəyanat. Bu şəkildə 2 səhvdir. Feil leton deyil, feil yeton. L ilə y-nın yeri səhv yazılıb, səhvdir. Dustaq doğrudur, ebanit doğrudur, qəbir doğrudur. Səhvlər oldu 1, 2, 3. 34-də baxaq. Hansı cümlələrdə elə sözü həm əvəzli, həm də ədat kimi düşünülə bilər? Sən elə köhnəlin yalançısan, nə bilim, yenə yalan demirsən.
Məhz köhnənin yalançısan. Əgər elə sözünü məhzlə əvəz edirsə, 100% ədatdır. Burada yalnız ədat kimi düşünə bilirik. Üstəlik cümlədən də çıxartmaq mümkündür. Neynəsək də əvəziyə çevirə bilmərik. Ona görə bir olanları ataq getsin. Başını qaldırıb adamların üzünə elə baxdı ki, sanki hamının ona borcu var. Necə baxdı, nə tərzdə baxdı, elə baxdı. İndi burada məhz sözü ilə əvəz edək. Üzünə məhz baxdı ki demək çox da uyğun gəlmir. Burada da yalnız əvəzlik oldu. Ona görə bu da səhv oldu. Elə başı aşağı adamdan qorxmaq lazımdır. Çünki suyun lal axanı adamın yerə baxanı. Bunu iki cür düşünə bilərəm. Bir qüvvətləndirirəm. Elə başı aşağı adamdan qorxmaq lazımdır. Məhz başı aşağı adamdan qorxmaq lazımdır. Burada ədat kimi. Bir də deyirəm elə başı aşağı adam. Necə başı aşağı adam? Elə başı aşağı adam. Burada da əvəzlik kimi. Elə danışmaq məhz danışmaq sənə düşmən qazandırdı. Bunu anlaya bilmirsən. Yəni ağzını açıb söz demək mənasında. Burada ədat kimi düşünə bilərik. Bir də elə danışmaq, necə danışmaq, nə tərzdə danışmaq. Bir var ağzımızı açıb danışmaq mənasında. Bu zaman ədat kimi olur. Bir də var danışıq tərzimizə əsasən. Yəni o danışıq tərzi sənə düşmən qazandırdı mənasında. Bu zamanda əvəzli olur. Cavab olacaq 3 və 4. A variantı. 35. Qrammatik mənasına görə biri məntiqi ardıcıllığı pozur. Qrammatik məna deyəndə nitq hissəsi nəzərdə tutulur. Kəsə kəs, basa bas, gəl ha gəl, qaça qaç. Bunların hamısı isimdir. Rəngarəng. Necə? Rəngarəng. Bu isə sifət olduğu üçün cavab oldu D variantı. Keçək 36-cı suala. Frazeoloji birləşmələrdən biri yola gəlmək ifadəsinin sinonimi deyil. Yola gəlmək razılaşmaq mənasına gəlir çıxır. Yola vermək isə başından eləmək mənasına gəlir çıxır. Başından eləmək, razılaşmaq bir-birinə sinonim ola bilməz. Cavab olur A variantı. Razılıq vermək onun sinonimidir. Daşı ətəyindən tökmək artıq daşı ətəyindən töküb və yola gəlib razılaşıb mənasındadır. İpə sapa yatmaq, quzuya dönmək yenə də yola gəlmək sözündən sinonim ola bilər. Amma yenə də deyirik, yola vermək başından atmaq, başından eləmək mənasına gəlib çıxdığı üçün heç vaxt sinonim götürülə bilməz. 37. Vurğusuna görə mənası dəyişən, eyni nitq hissəsinə aid olmayan sözü müəyyən edin. Deməli, döyün sözündə vurğu ön üzərinə düşsə, feilin əmr şəkli kimi düşünüləcək, onu döyün mənasında. Bir də məsələn, döyünmək kimi düşünsəz, vurğu ünün üzərinə düşəcək. Bu zamanda qayıdışnöv kimi düşünülür. Yenə də nitq hissəsi kimi feildir. Bizə deyir ki, eyni nitq hissəsinə aid olmasın. Ona görə A bəndi səhvdir. Dönə-dönə feili bağlama və zərf olur, ancaq bunun vurğu ilə əlaqəsi yoxdur. Ona görə B bəndi də səhvdir. Mütləq sözündə vurğu ünün üzərinə düşürsə, nitq hissəsi kimi zərf sayılır. Əlinin üzərinə düşürsə, məsələn, mütləq xəta. Belə düşünürsünüzsə, o zaman sifət sayılır. Vurğusuna görə mənası da dəyişir, nitq hissəsi də dəyişir. Ona görə cavab olur elə C variantı. Şaxta sözündə vurğu birinci aya da düşsə, ikinci aya da düşsə, hər ikisində isim kimi götürüləcək. Eyni ilə elektrik sözündə vurğu ikinci hecəyə və yaxud da üçüncü hecəyə düşsə, yenə də isim kimi götürüləcək. Eyni nitq hissəsi olmayan yalnız C variantı olduğu üçün cavab oldu C. 38. Cümlələrin birində həm mübtəda kimi düşünülə bilən, həm də düşünülə bilməyən söz işlənmişdir. Ambardar hisslə üstünə toz qonmuş şeylərin altından iri bir saat çıxartdı. Nə etdi? Çıxartdı. Kim? Ambardar. Ambardanı neynəsəz də ancaq mübtəda kimi düşünə bilərsiniz. Başqa bir cümlə üzvü kimi düşünmək olmur. Ona görə A bəndi səhvdir. Musa həkimi tərs-tərs süzdü. Onun uzun çal saqqalına, əlindəki çəliyinə baxdı. Nə etdi? Süzdü. Kim? Musa. Kimi süzdü? Həkimi. Bir belə düşünə bilərik. Bir də belə düşünə bilərik ki, nə etdi? Süzdü. Kim? O. Kimi süzdü? Həkimi. Hansı həkimi? Musa həkimi. Baxın, bayaq Musanı biz mübtəda kimi, bir şəxs kimi düşündük. İndi isə həkimin adı kimi düşündük. Yəni yerinə görə həm Musa sözünü mübtəda, həm də təyin kimi düşünmək olduğu üçün cavab olacaq elə B variantı. Kərim kişi əlləri əsə-əsə kağızı o üz bu üzə çevirdi. Nə etdi? Çevirdi. Kim? Kərim kişi. Mirabbas nənənin bu qəribə hərəkətinə heç bir məna verə bilmirdi. Məna verə bilmirdi. Kim? Mirabbas. Ancaq mübtəda olur. Nəsib dayı bizə çətin görünən bu işi çox adi bir şeydən başladı. Nə etdi? Başladı. Kim? Nəsib dayı. Burada da ancaq mübtəda olur.
Bir dənə Musa həm təyin, həm də mübtəda kimi düşünülə bilir. 39. Hansı nümunədə sözlər arasında tabelik əlaqəsi yoxdur? Tabelik əlaqəsi bir tabesiz mürəkkəb cümlədə tərəflər arasında qarşımıza çıxmır. Mübtəda ilə xəbər arasında olsa da tərəflər arasında, iki sadə cümlənin arasında qarşımıza çıxmır. Bir də həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Yəni tabelik əlaqəsi istəmirsə, tabesizlik əlaqəsi istəyir. Tabesizlik əlaqəsi dedik ki, bir həmcinslikdə, bir də tabesiz mürəkkəb cümlədə olur. Niyazinin evində, Niyazinin evi üçüncü növ təyinli söz birləşməsidir. Bunun arasında həm idarə əlaqəsi, həm də uzlaşma əlaqəsi var. Ona görə A bəndi səhvdir. Sənət yoluna, sənətin yoluna, bu da ikinci növ təyinli söz birləşməsidir. İkinci növ təyinli söz birləşməsində də həm idarə, həm də uzlaşma əlaqəsi var. Ona görə bu da səhvdir. Pauzadan istifadə etmək hal şəkilçisi var. Hal şəkilçisi də ancaq idarə əlaqəsində qabağımıza çıxır. Deməli, burada da idarə əlaqəsi var. Köhnəlmiş və ya müasir. Burada artıq bir həmcinslik kimi götürə bilərik. Həmcinsliyin arasında tabelik yox, tabesizlik əlaqəsi olur. Ona görə də cavab oldu D. Mənə tərəf birləşməsində isə mənə sözündə hal şəkilçisi olduğu üçün tərəf qoşması ilə idarə əlaqəsinə girir. Ona görə E bəndinə götürə bilmirik. Yerdə bir dənə D qaldı. 40-cı sual. Hansı cümlələrdə mənsubiyə şəkilçisi qəbul etmiş isim işlənməmişdir? Deməli, biz isimlərin tərkibində mənsubiyə şəkilçisi axtarmalıyıq. Yəni, feillərin və yaxud da başqa nitqçilərin tərkibində mənsubiyə şəkilçisi görsəz, o sizin cavabınız ola bilməz. Başlayaq birinci cümlədən. Neçə ildən bəri görmədiyim və çox mülayim adam kimi xatırladığım Əsəd indi sərt, qaraqabaq birinə çevrilmişdi. Nə olsun ki, burada dığ üstü mənsubiyyət var. Mən bunu götürə bilmərəm. Bizdən isim istəyir. Ona görə isimlərə baxaq. İl, Əsəd, adam. Bunlar bizim isimlərimizdir. Bunların heç birinin tərkibində mənsubiyə şəkilçisi yoxdur. Bizə də işlənməyən istədiyi üçün doğru variant kimi biri götürürük. Bir olmayan variantları ataq. Qaldıq iki variant arasında. Birbaşa 3-ə baxaraq imtahanda cavabı çıxarda bilərsiniz. O zaman ağlıma gəlməzdi ki, xırda işlərdə min cür zəhmət çəkmiş uşaqlıq yoldaşım əli pula çatan kimi xasiyyətcə dəyişiləcək. Baxın, ağlıma isimdir, mənim ağlım, öz ağlım, yoldaşım, mənim yoldaşım, öz yoldaşım, onun əli, öz əli. Burada isimlərin hər birinin tərkibində mənsubiyə şəkilçisi var. Ona görə 2-ni götürmək olmur. Kətanın üzərindəki qarışıq boyalar getdikcə pozulmaz bir ahəngə tabe olaraq dərin məna və bənzərsiz bir gözəlliyi ifadə etməyə başlayırdı. Baxın, burada üzərindəki sözü siz çaşdırmasın. Onun üzəri kimi düşünə bilərik, düzdür. Buradakı in mənsubiyyətdir. Amma üzərindəki daki dəkiyə görə sifətdir. İsim deyil. İsim kətan, boya, ahəng, məna, gözəllik. Bunlar isimdir. Bunların da heç birinin tərkibində mənsubiyə şəkilçisi olmadığı üçün 3-ü də götürürük. Cavab artıq çıxdı. E variantı. 4 niyə olmur? Təmkinli və müdrik olmağı, hadisələrin gözə görünməyən dərinliklərini enməyi öyrədə bilsəm, dilindən düşməyən vətənə nə qədər faydası dəyəcək? Kimin faydası dəyəcək? Onun, deməli, faydası sözündəki I mənsubiyyətdir. Dərinliklərə sözündə fikir versiz bir I var, bir də Ə var. Bir sözün tərkibində 2 hal şəkilçisi olmayacağı üçün birinci I mənsubiyyət, sondakı Ə isə hal şəkilçisidir. Burada hal ilə yanaşı mənsubiyə şəkilçisi gördüyümüz üçün 4-ü götürə bilmirik. Olmayanlar oldu 1 və 3, yəni ki E variantı. Digər bir sınaqla davam edirik. Xəstələnsə belə naxırı hər gün otlağa aparardı cümləsində toplu isim haqqında səhv fikri müəyyən edin. Buradakı toplu isim naxır ismidir. Quruluqca sadədir. Bəli, naxır sözün köküdür. I isə hal şəkilçisidir. Doğrudur. Tərkibində bir qrammatik şəkilçi var və təsirli haldadır. Doğrudur. Konkret isimdir. Bəli, naxır inəklər toplusudur və biz inəyi gözümüzlə görürük. Doğrudur. Cəmdədir. Xeyr, cəmdə deyil. Naxır toplu isimdir. Əgər naxırın tərkibində cəm şəkilçisi olan varləri görsək, o zaman cəmdə deyə bilərik. Normalda toplu isimləri cəmdə götürmək olmaz. Ancaq cəm şəkilçisini görəndə cəmdə götürə bilərik. Ona görə D variantı səhvdir. Ümumi isimdir. Bəli, ümumi isimdir. Cavab oldu D. 28. Cədvələ əsasən sual işarəsinin yerinə yazılacaq uyğun fikri müəyyən edin. İsim, əvəzlik hər ikisi üçün ortaq bir xüsusiyyət istəyir bizdən. A-da deyir ki, mənaca müxtəlif növləri vardır.
Növləri olan əvəzi idi. 5 ədəd məna növü var. Şəxs əvəzi, işarə əvəzi, təyini əvəzi, sual əvəzi və qeyri-müəyyən əvəzi. Amma ismin məna növləri yoxdur. Ortaq deyil, səhvdir. Bütün əsas nitq hissələrini əvəz edir. Bu əvəzliyin xüsusiyyətidir. Ona görə səhvdir. Defislə yazılan nümunələrə rast gəlinir. İsimdə görə bilərik, amma əvəzlikdə görə bilmirik. Ona görə səhvdir. Əlamət və keyfiyyət bildirir. Sifət nə isim, nə də əvəzlik. Tərif kimi bunları bildirmir. Ona görə səhvdir. Cümlənin təyini ola bilirmi? Bəli, təyini ola bilir. Onsuz da bilirik ki, əvəzlik bütün əsas nitq hissələrini əvəz edir. Sifəti də əvəz edərək cümlənin təyini ola bilir. İsim də sifətləşən zaman cümlənin təyini ola bilir. Məsələn, deyirəm ki, qızıl. Nə? Qızıl. Normalda isimdir. Amma qızıl üzük desəm, necə üzük? Qızıl üzük. Burada artıq sifətin sualına cavab verdiyi üçün təyin oldu. Yəni ki, ortaq xüsusiyyət olacaq E variantı. Keçək digər suala. Biri doğrudur. Yaşayaraq sözündə həm Saitin, həm də Samitin tələffüzündə fərqlilik vardır. Yaşayaraq. Bəli, həm Saitdə, həm də Samitdə fərqlilik var. Fikir doğrudur, qabağına yanlış yazıb bunu götürə bilmərəm. An-ban sözündə eyni Sait qoşalığı gəldiyi üçün biri düşür və uzun tələffüz olunur. Xeyr, buradakı ba bitişdirici vasitədir. Bunun Saiti heç vaxt düşməz. Ona görə bu səhv fikirdir. Qabağına doğru yazdığı üçün bu da səhvdir. 8-ci sözündə yazılışı ilə deyiliş arasında fərq var. Bəli, doğrudur. Qoşa ki varsa, birinci ki olduğu kimi qalır. İkinci ki g səsini verir. Doğrudur. Qabağında doğru yazıldığı üçün cavab oldu elə C variantı. Təəccüblə sözündə səslərin sayı hərflərin sayından azdır. Bu səhv fikirdir. Düzdür, qoşa ə gəldiyi üçün ikinci ə düşəcək, yerinə uzanma verəcək. Amma nən şəklində oxuduğu üçün eyni zamanda səs artımı olur. Yəni bir dənə səs düşür, bir dənəsi artır. Yəni səslərlə hərflərin sayı burada bərabərdir. Qarşısına doğru yazdığı üçün bunu götürə bilmərəm. Müqəddərat sözündə yazılışı ilə deyilişi arasında heç bir fərqli məqam yoxdur. Bəli, necə yazılır, elə də oxunur. Qabağında yanlış yazdığı üçün götürə bilmirik. Cavab oldu C. 30. Biri elmi, bədii və tarixi əhəmiyyəti olan əşyaların müəyyən sistem üzrə düzülmüş toplusu mənasındadır. Bu kolleksiyadır. Cavab olacaq D variantı. Keçək 31-ci suala. Verilmiş şeir parçasında yanlış fikri müəyyən edin. Yorulmaz köhləni, büdrəməz atı. Ocaqdır, torpaqdır, ömür həyatı. Zəlimxan nə desə qoşma bayatı. Zəlimxan nə yazsa saz dilindədir. Altından xətt çəkimi sözlər nə sualına cavab verir? Nə həyatı, ömür həyatı, nə dilində, saz dilində. Bəli, doğrudur. Birinci misradakı tünd qarı hərflərlə verilmiş söz adlı haldadır. Onun atı, öz atı deyə bilirik. Buradakı at mənsubiyyətdədir. Mənsubiyyət də adlı hal sayılır. Yəni doğrudur. Üçüncü və dördüncü misradakı xüsusi isim adlı haldadır. Burada Zəlimxanı nəzərdə tutur. Bəli, adlı haldadır. Bu da doğrudur. İkinci misrada 4 adlı hallı isim işlənmişdir. Ocaqdır adlı haldır, torpaqdır adlı haldır, həyatı adlı haldır. Amma ömür həyatı ikinci növ təyini söz birləşməsidir. Ömrün həyatı belə düşünə bilirik. Yəni buradakı ömür sözü qeyri-müəyyən yerli haldadır. Ona görə bu səhvdir. Sonuncu misradakı isimdə mənsubiyyət, hal, xəbərlik şəkilsi işlənmişdir. Burada dilindədir sözünü nəzərdə tutur. Dil sözün kökü, in mənsubiyyət, də yerli hal şəkilsi, dir isə xəbərlik şəkilsidir. Bu da doğrudur. Səhv oldu D variantı. Keçək digər bir suala. Nöqtələrin yerinə nə yazılmalıdır? Saylarından sonra gələn isimlər həmişə cəmdə olur. Gəlin bu qaydanı ümumiyyətlə təkrarlayaq. Bir sıra bir çox saylarından sonra gələn isimlər hər zaman cəmdə olur. Burada cavab C-dir. Bir sıra bir çox eyni zamanda qeyri-müəyyən miqdar sayıdır. Müəyyən miqdar saylarından sonra az, xeyli, biraz, bir qədər, bir neçə. Müəyyən miqdar sayları az, xeyli, biraz, bir qədər, bir neçə. Bunlardan sonra gələn isimlər hər zaman təkdə olur. Bir sıra bir çox. Bunlardan sonra gələn isimlər hər zaman cəmdə olur. Əgər qeyri-müəyyən miqdar saylarınızı larla və yaxud da larca bu şəkilçilər vasitəsilə düzəldirsinizsə, yüzlərlə, yüzlərcə və s. bunlar deyirəm. Yox, əgər çox, çoxlu,
bu tip qeyri-müəyyən miqdar sayları varsa və yaxud da sıra sayları varsa, bunlardan sonra gələn isimləri təkdə də versəz olar, cəmdə də versəz olar. Yəni birinci sıra, birinci sıralar, çox uşaq, çox uşaqlar, yüzlərlə adam, yüzlərlə adamlar. Yəni hər ikisi doğru sayılır. Ümid edirəm ki, aydın olmuşdur. Keçək digər suala. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmalıdır? Deməli, vergülün qoyulması qaydasını sınağın əvvəlində təkrarlamışdıq. Daha əvvəlki sınaqda demişdik ki, mübtəda vəzifəsində olmalıdır və bu əvəzlikdən sonra isim, sifət, say, zərf, feili sifət, bir də modal söz gəlməlidir ki, biz vergül qoya bilək. Feildən bir dənə feili sifəti götürə bilirdik, başqa heç nəyi götürə bilmirdik. O fikirləşdi, bunu alim edə bilməz. Fikirləşdi, nə etdi fikirləşdi? Burada fikirləşmək feildir. Feili sifət deyil, vergül qoymaq olmaz. O kitab sabah nəşrə gedəcəkdir. Gedəcək olan nədir? Kitab. Hansı kitab? O kitab. O burada mübtəda vəzifəsində deyil. Vergül olmaz. O ən gözəl əsərləri seçib mətn üçün saxlamışdır. O burada mübtəda vəzifəsində olsa belə, odan sonra ədat gəlib, yenə də vergül olmaz. O atamla çoxdanın dostudur. Kim dostudur? O mübtədadır. Ata isə isim olduğu üçün burada vergül qoya bilərik. O həmin adamı bir dəfəlik rədd etdi. Kim rədd edib? O. Yenə mübtəda vəzifəsindədir, ancaq həmin əvəzlik olduğu üçün, əvəzlikdən sonra da əvəzlik gəldiyi üçün vergül olmaz. Cavab oldu D variantı. Keçək digər suala. Mürəkkəb isim işləmiş cümləni müəyyən edin. Avtobusda basabas düşmüşdü. Elə cavab adı basabas isimdir, eyni zamanda mürəkkəbdir. Doğru variant adı. Təklik onu sıxırdı. Təklik düzəltmə isimdir. Onun böyük arzusu tələbə olmaqdır. Arzu, tələbə, sadə isimdir. Qeyrilər etdi tərəqqi. Burada hamısı sadədir. Bir-bir yazılanları nəzərdən keçirdim. Burada ümumiyyətlə isim yoxdur. 35. Nümunələrin birində sifətin yazılışında səhvə yol verilmişdir. Sarıyanız oğlan o qədər seçilirdi ki, hamı onu tanıyırdı. Burada sifət sarıyanızdır. Doğru yazılıb, heç bir səhv yoxdur. Ağappaq çöhrəsi qaralmışdı. B ilə yox, P ilə yazılır. Qoşa P ilə. Elə doğru variant B-dir. Ən maraqlı əhvalatı danış baba. Doğru yazılıb. Maraqlıda heç bir səhv yoxdur. Kimyəvi maddələri təcrübədə göstərmək üçün yer yox idi. Kimyəvi burada doğru yazılıb. Bisavad adamlarla az mübahisə et. Burada bisavad doğru yazılıb. Sonuncu sual. Hadisələrin bəzisi insanda çox maraqlı ovqat yaradır cümləsinin morfoloji təhlilindəki səhvi müəyyən edin. Qeyri-müəyyən əvəzli işlənmişdir. Bəli, bəzi qeyri-müəyyən əvəzlidir. Cümlə yəli hallı sözlə başlanılır. Bəli, hadisələrin in var, yəli hallı sözdür. Çox sözün çıxarsaq belə sifətin dərəcəsi olduğu kimi qalacaqdır. Xeyr, çox sözün çıxarsaz, baxın, çox maraqlı sifətin çoxaltma dərəcəsidir. Əgər çoxu buradan açsaz, maraqlı olacaq adi dərəcə. Yəni dərəcə olduğu kimi qalmır, dəyişir. Ona görə C variantı bizim cavabdır. Tünd qara hərflərlə verilmiş söz ismi xüsusiyyətini qəbul edib, bəzisi, bəli, mənsubiyyətə görə dəyişib, doğrudur. Cümlədəki sözlərin hamısının qrammatik mənası vardır. Burada deməli, hadisə isimdir, bəzi olacaq, qeyri-müəyyən əvəzlik. Daha sonra insan isimdir, çox ədatdır, maraqlı sifətdir, ovqat isimdir, yaradır da feildir. Bəli, hamısının qrammatik mənası var, bu da doğrudur. Səhv cavabı istəyirdi, ona görə cavabı götürürük, C variantı. Sözlərin tələffüzü ilə bağlı uyğunluğu müəyyən edin. Son hecanın samiti düşür, ikinci hecanın son samiti düşür, ikinci hecadakı açıq sait qapalıya keçir. Kölgəyə yazılır, kölgüyə oxunur, buradakı ə-ü səsini verir. Bərdəyə, bərdiyə oxunacaq. Yüzəşsizdə ş-t qoşalığındakı t düşür. İ, git, di bu şəkildə oxunacaq. Şəhərdir, sondakı r düşəcək. Son hecanın samiti düşən yalnız şəhərdir sözündədir. Ona görə 1-ə gedir E. İkinci hecanın son samiti düşən isə güzəşt, ikinci hecadakı t düşüb, yəni 2-yə gedir C. İkinci hecadakı açıq sait qapalıya keçir. Ə açıqdır, ü-yə keçib, 1-ə yazıram A, yəni 3-ə yazıram A. Burada da ə açıqdır, i-yə keçib, eyni zamanda bura B hərfində yazırıq. İgidliyi sözündə isə
Burada uyğun gələn heç bir funksiya olmadığı üçün heç bir yerə yaza bilmirik. 1E, 2C, 3AB, yəni ki, C variantı. Sözün tərkibi baxımından məntiqi ardıcılığı tamamlayan sözü müəyyən edin. Sözün kökü yeldir. Yeldən yelləmək, yellətmək, yellədin. Bir də belə düşünə bilərsiniz. Burada yazaq bu sözü. Yeldən yelləmək, yellədi, yellədin. Təmizdən təmizləmək, təmizlətmək, təmizlədin. Onda da eyni zamanda d-nı zaman kimi düşünə bilərsiniz. Təmizlədi, şudi keçmiş zaman kimi. N-nı isə şəxs sonluğu kimi. Yenə təmiz sözün kökü lə leksik olar, di zaman olar, n isə qrammatik olar. İz sözün kökü izləmək, izlətmək, izlədim. Burada isə bu cür olacaq. İz sözün kökü izləmək, izlədi, izlədim. Yəni bir dəfə 2 leksik, 1 qrammatik düşünə bilirik. Bir dəfə isə 1 leksik, 2 qrammatik düşünə bilirik. Hansı variantı bu cür təhlil edə bilsək, doğru variant o variant olacaq. Düzdən düzəlmək, düzəltmək, düzəldin. Birinci qrafika uydu. Düzdən düzəlmək, düzəldi, düzəldin. Elə bizim sxemlə ən uyğun olanı A bəndi. Baxın, bağışlamaq sözün kökü bağışlatmaq, bağışladın. Burada 1 leksik, 1 qrammatik oldu. Bizə deyir ki, 2 leksik, 1 qrammatik düşün. Və yaxud da bağışladı, bağışladın. Burada isə görürsünüz, ikinci qrafikdə 1 leksik, 2 qrammatik var. Heç cür uyğun gəlmir. Ona görə getdi. Saxlamaqdan saxlatmaq, saxladın. Birinci qrafikdə görürsünüz ki, 2 leksik, 1 qrammatikdir. Burada 1 leksik, 1 qrammatik oldu. Saxladı, saxladın. Yalnız 2 qrammatik olur. Olmaz. Yoxlamaqdan yoxlatmaq, yoxladın. Bir də yoxlamaqdan yoxladı, yoxladın. Bizim qrafikdən üst-üstə düşmədiyi üçün götürə bilmirəm. Dinləməkdən dinlətmək, dinlədin. Dinləməkdən dillədi, dinlədin. Burada da bizim qrafikdən üst-üstə düşmür. Nə olsun ki, iki cür təhlil eləmək olur. Ancaq leksik şəkilçiləri, qrammatik şəkilçilərin sayı eyni olmalıdır. Eyni olmadığı üçün götürə bilmirik. 3. Həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş saylar hansı cümlədədir? Mərtəbənin üçüncüsündə artıq yorulduğunu bildirdi. 3 sözün kökü üncü leksik şəkilçi, üçüncüsü buradakı ü olacaq mənsubiyyət, dadəd olacaq yerli ha şəkilçisi. Həm hal var, həm mənsubiyyət var. Biri götürürəm. Mən indiyənə qədər sualların 5də 2-sini yoxlamışam. 2 sözün kökü 5də 2-si mənsubiyyət, i isə olacaq hal. Həm mənsubiyyət, həm hal var. 1-2. 1-2 olan variantları saxlayaq, qalanlarını ataq. 6-cısı tapılanda artıq gec idi. 6 sözün kökü ıncıl leksik şəkilçisi, s isə mənsubiyyətdir. Burada hal olmadığı üçün 3-3 çıxardırıq. 3 də getdi. Yerdə bir dənə qaldı. C variantı. Sən neçəncisini axtarırdın? Burada neçəncisi sizi çaşdırmasın. Bu sual əvəzi idi. Say deyil. Ona görə 4də gedir. Mən uşaqların 5-ini həyətdə gördüm. 5 sözün kökü i mənsubiyyət, ikinci i isə təsirli haldır. Cavab oldu 1, 2, 5. Yəni ki, C. Klasteri tamamlaya bilən fikirdir. İdarə işçi axtarır cümləsindəki ilk 2 söz, yəni idarə və işçi sözlərlə bağlı düz fikirləri seçməliyik. İsmin adlı halındadır. İdarə adlı halda olsa belə işçi axtarır, işçini axtarır. Qeyri-müəyyən təsirli haldır. Bir ortaq xüsusiyyət deyil. Ona görə biri götürə bilmirəm. Bir olanları ataq getsin. Bir-biri ilə tabelli əlaqəsindədir. İdarə və işçi arasında heç bir tabelli əlaqəsi yoxdur. 2 də səhvdir. 2 olan variantda atsaq, cavabımız elə çıxırmış. C variantı. Müstəqil cümlə üzvüdür. Nə edir? Axtarır. Nə? İdarə. Nəyi axtarır? İşçini. Nə axtarır? İşçini. Yəni doğrudur. Hər biri müstəqil cümlə üzvüdür. 3-ü götürürəm. İsmin fərqli halındadır. Bəli, idarə adlı halda. İşçi isə qeyri-müəyyən təsirli haldadır. Biri baş, digəri ikinci dərəcəli üzvdür. Bəli, idarə mübtəda. İşçi isə tamamlıqdır. Yəni ki, doğrudur. Cavab oldu 3, 4, 5. C variantı. Tikintisi 1901-ci ildə başa çatmış bu binada əsrin əvvəllərində Qızlar Gimnaziyası yerləşirdi cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Nə edirdi? Yerləşirdi. Nə? Qızlar Gimnaziyası. Bu gimnaziya harada yerləşirdi? Binada. Hansı binada? Bu binada.
Hansı binada? Tikintisi 1901-ci ildə başa çatmış binada. Nə zaman yerləşirdi? Əsrin əvvəllərində. Deməli, təyinlə başlamalıdır, ona görə A ilə B səhvdir. Təyinin yanında təyin olmalıdır, ona görə C də səhvdir. Təyin, zərflik, mübtəda, xəbər. Doğru variant oldu ilə D variantı. Keçək digər suala. Sintaktik təhlil sxemini müəyyən edin. Sabah İbrahimlə dostu Fuad sizə gələcəklər. Nə edəcəklər? Gələcəklər. Kim? İbrahim. Kim? Fuad. Hansı Fuad? Dostu Fuad. Nə vaxt gələcək? Sabah. Haraya gələcək? Sizə. Deməli, zərfli ilə başlamalıdır. Zərflinin yanında mübtəda, daha sonra təyin var. Burada tamamlıq da olmaz. Burada zərfli də olmaz. İki mübtəda yanaşı da olmaz. E variantında da xəbərin yanında tamamlıq verdiyi üçün bu da səhvdir. Doğru variant olur elə D variantı. Keçək 7-ci suala. Budaq cümləsi əvvəldə gələn tabeli mürəkkəb cümlələri müəyyən edin. Gəlin qaydanı xatırlayaq. Bilirik ki, tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlə birinci gəlir, bəzən budaq cümlə birinci gəlir. Baş cümlə birinci gələn məqamlar hansıları idi? Əgər baş cümlə budaq cümlə ilə bir yerdə ki bağlayıcı ilə bağlanıbsa, o zaman baş cümlə birincidir. İntonasiya ilə və yaxud da səbəb bağlayıcılarla bağlanıbsa, baş cümlə birincidir, yadda saxlayın. Budaq cümlə birinci gələn məqamlar daha doğrusu, üzrlü sayın. Tutaq ki, şərt və yaxud da güzəşt bağlayıcıları görürük. Bu zaman budaq cümlə birincidir. Daha sonra bağlayıcı söz, yəni sual əvəzliyi görürsünüzsə, yenə də budaq cümlə birincidir. Əgər ki, düzü, düzdür, doğrusu, doğrudur, bu tip modal sözlər görürsünüzsə, yenə də budaq cümlə birincidir. Sonra, əgər sa, sada, sa belə, sa burada şərt şəklidir, da belə isə ədatdır. Və yaxud da m ədatını görürsünüzsə, yenə də budaq cümlə birinci, baş cümlə ikincidir. Bunları unutmayaq. İndi m ədatı bəzən budaq cümlə yox, baş cümləni də birinci gətirə bilər. Bu zaman m ədatı olan hissəyə sual verə biliriksə, baş cümlə birincidir. Eyni ilə ki ədatı, daha doğrusu ki bağlayıcısı görən kimi o dəqiqə deməyin, baş cümlə birincidir. Əgər kini anda, əndə ilə əvəz edə bilirsinizsə, bu zaman budaq cümlə birincidir. Əvəz edə bilmirsinizsə baş cümlə, əvəz edə bilirsinizsə budaq cümlə birincidir. Gəlin bunu əsasən variant çıxardaq. Deyir ki, budaq cümləsi əvvəldə olsun. Hərçənd dedim, amma inanan olmadı. Baxın, hərçənd ki, bilirik ki, nə bağlayıcılarıdır? Güzəşt bağlayıcılardır. Ona görə dedik ki, bayaq şərt və yaxud da güzəşt bağlayıcısı görsək, budaq cümlə birincidir. Biri götürürük. Bir olmayan variantları ataq getsin. İnanıram, inanmıram, sən inan, inanmıram, sən inan. Fikir versə cümlələr bir-birinə nədir? Ziddir. Bu tabeli mürəkkəb cümlə deyil, tabisiz mürəkkəb cümlədir. Qarşılaşdırma əlaqəlidir üstəlik. Ona görə 2 səhvdir. 2 olan variantları atın getsin. Haraya demişdin, oraya da baxdım. Dedik ki, sual əvəzi, yəni bağlayıcı söz varsa, budaq cümlə birincidir. Buna görə 3-ü də götürürük. 3 olmayan variantı atanda yerdə bir dənə B qalırmış. De ki, hər şey gözəl olacaq. Buradakı kini anda, əndə ilə əvəz edə bilmirik. Ona görə baş cümlə birincidir. Telefonun səsini eşitmişdim ki, qapı döyüldü. Telefonun səsini eşidəndə qapı döyüldü deyə bildiyimiz üçün budaq cümlə birinci, baş cümlə isə ikincidir. B variantı oldu. Keçək digər suala. Cümlələrdəki fərqləndirilmiş sözlərə əsasən Euler-Venn diaqramına uyğunluğu müəyyən edin. Mənə də bu barədə dünən deyiblər. Burada fərqləndirilmiş söz dadədir. O sənə dedi də, mən şahidəm. Dedi də, burada dəni uzada bilirəm. Burada ədat olacaq. Birinci cümlədə isə bağlayıcı olur. Fikrin qüvvətli ifadə olunmasına kömək edir. Bu ədata aiddir. Ona görə 2-yə A yazırıq. Sözləri bağlamağa xidmət edir. Bu bağlayıcıya aiddir. 1-ə B yazırıq. Yalnız qrammatik mənaya malikdir. Həm ədat, həm də bağlayıcının yalnız qrammatik mənası var. Ona görə ortaya C yazırıq. H şəkilçisi ilə eyni fonetik tərkibə malikdir. Bəli, yerli H şəkilçisi də dadədir. Yəni səslənmələri eynidir. Ortaq xüsusiyyətli deyini burada yazırıq. Özündən əvvəlki sözlə birlikdə məna çaları yaradır.
Mənaçaları yaratmaq qoşmaya aid xüsusiyyətdir. Burada da qoşma yoxdur axı. Ona görə E avtomatik səhvdir. E olan variantları atanda iki variant arasında qalırıq. 1B, 2A, 3C'dir. Bizim yazımıza uyğun gələn B variantı olduğu üçün cavab olur B. Keçək digər suala. Hansı nümunədə ismi birləşmə işlənməyib? Qayıt mənim gülüm, qayıt bu yerə. Ey mənim istəyim, nə gəlməz oldun. Mənim istəyim, mənim gülüm. Üçüncü növ təyinli söz birləşməsi də burada var. Ona görə A bəndini çıxırıq. Biz işlənməyən axtarırıq. Çaşıb başqa yolla keçərəm evə. Düz öz qaydasınca küçələri sən. Başqa yol birinci növ təyinli söz birləşməsidir. Ona görə çıxırıq. Dənizi verdim ki, sənə hədiyyə, gəldiyim sahilə gələsən bir də. Gəldiyim sahil birinci növ təyinli söz birləşməsidir, bunu da götürə bilmərik. Elə dayanırsan, elə baxırsan, elə bir qarşında quru bir daşam. Quru bir daş birinci növ təyinli söz birləşməsidir, bunu da götürə bilmərik. Bir halımı soruş, könlümü dindir, axşamlar yadıma düşür səhərim. Burada isə heç bir ismi birləşmə olmadığı üçün doğru variant olur E variantı. Keçək 10-cu suala. Biz dostların yardımını unutmamalıyıq cümləsində işlənmiş ikinci dərəcəli üzv haqqında fikirlərdən biri yanlışdır. Gəlin sintaktik təhlil eləyək. Unutmamalıyıq. Kim? Biz. Nəyi unutmamalıyıq? Dostların yardımını. İkinci dərəcəli üzv oldu tamamlıq. Deyir ki, xəbərdən asılıdır. Bəli, tamamlıq hər zaman xəbərdən asılı olur. Söz birləşməsi ilə ifadə olunub. Bəli, üçüncü növ təyinli söz birləşməsi ilə ifadə olunub. İfadə vasitəsinin əsas tərəfi, yəni yardımını tərəfi, təsirli haldadır. Bəli, təsirlikdir. İfadə vasitəsinin həm əsas, həm də aslı tərəfin tərkibində iki qrammatik şəkilçi vardır. Baxaq, dost sözün kökü, lar qrammatik, ın qrammatik, yardım sözün kökü, ı qrammatik, ı qrammatik. Bəli, hər ikisində 2 dənədir. Doğrudur. Mübtəda ilə tabelik əlaqəsindədir. Xeyr. Mübtəda ilə tamamlıq heç bir sintaktik əlaqəyə girmir. Ona görə də səhv variant olur elə E variantı. Hansı nümunə azaltma dərəcəsində işlənmiş sifətdir? Variantlara baxmadan sifətin dərəcələrini xatırlayaq. Bilirik ki, sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Və biz bilirik ki, bu dərəcə əlaməti yalnız və yalnız sifətlərdə olur. Yəni, başqa nitqsələrin əvvəlində azaltmanın və yaxud da çoxaltmanın hər hansı bir sözünü görüb deyə bilmərik ki, bunlar azaltma dərəcəsidir və yaxud da çoxaltma dərəcəsidir. Məsələn, A variantında görürsünüz ki, açıq qapı. Normalda açıq sifətin azaltma dərəcəsini sintaktik üsulla yaradır. Ancaq qapı isim olduğu üçün biz bunu azaltma dərəcəsi kimi qələmə verə bilmərik. Açıq sözüdür, tünc sözüdür. Bunlar daha çox rənglərə qoşularaq dərəcə yaradırlar. Ona görə B də, E də səhv olur. Xırdaca sözün tərkibində isə ca şəkilçisi var. Ca şəkilçisi isə sifətin çoxaltma dərəcəsini əmələ gətirir. Ona görə C də səhvdir. Yerdə bir dənə D variantı qalır. Gödərək sifətin morfoloji üsulla əmələ gəlmiş azaltma dərəcəsidir. 32. Frazoloji birləşmə işlənməmiş cümlələri müəyyən edin. Əvvəlcə onun dili dolaşırdı, lakin get-gedə ürəkləndi, sərbəst danışmağa başladı. Dili dolaşmaq frazoloji birləşmədir, ona görə biri götürə bilmirik. Bir olan variantları gəlin ataq. A getdi, C getdi. Gecə dəhşətli tufan qopdu, göy güruldadı, ildırım çaxdı, yağış yağmağa başladı. Burada frazoloji birləşmə yoxdur, ona görə 2-ni götürdük. Dustaq onu tutmaq istəyənləri kənara itələyərək pəncərədən atılıb bir anda gözdən itdi. Gözdən itmək frazoloji birləşmədir, 3-ü götürə bilmərik. 3 olan variantları da atanda artıq bizim cavab çıxırmış. Sərin və tutqun bir səhər açılır, meşənin dərin sükutu adamda xoş dinclik və rahatlıq hissi oyadırdı. Burada da heç bir frazoloji birləşmə yoxdur. Doğru variant oldu, E variantı. Biri feilin təsviflənməyən forması kimi də işlənə bilər. Qaymaq yalnız qida vasitəsi kimi düşünülə bilər, yəni isim olur, neynəsək də təsviflənməyən forma kimi düşünə bilmirik. Eyni ilə barmaq insanın barmağı mənasındadır, ancaq isim olur, başqa bir mənaya çevirmək olmur. Asta-asta zərf olur, təsviflənməyən formaya çevrilmir. Düyün isə feilin təsviflənən formasına çevrilə bilər, amma təsviflənməyən çevrilməyəcək, ona görə E də səhvdir. Çaxmaq, bir çaxmaq alışqan mənasına düşünə bilərsiniz. Yəni bütövlükdə kök düşünmək olar.
Bir də məsələn deyirəm şimşək çaxdı. Sözün kökü çaxdı, maq isə məslərin şəkilçisi olacaq. Yəni ki, cavab olur C variantı. 34. Hansı cümlələr modal sözlə başlamır, vergüllər buraxılmışdır? Deyirlər, amma dediklərini özləri də əməl etmirlər. Burada modal sözlə başlamır, ona görə elə biri götürürəm. Bir olmayan variantları atıram. Birinci göstərdi, o biri də göstərdiyini təkrar etdi. Burada da modal sözlə başlamır, ona görə ikini də götürürəm. 2 olmayan variantı da atıram. Yaxşı, mən indi qohumlarımın yanına hansı üzlə gedim? Burada yaxşı təsdiq bildirən modal sözdür, ona görə 3-ü götürə bilmərəm. Bir sözlə və ya söz birləşməsi ilə mətni adlandırın. Burada çaşı bir sözəni bütövlükdə təhlil eləməyin ha. Baxın, nə edin adlandırın, nəyi mətni, nə ilə adlandırın, söz ilə. Əgər sual verə biliriksə, biz burada bir sözəni modal söz kimi qələmə verə bilmərik. Burada modal söz mənasında deyil. Acı nitq hissəsidir, ona görə 4-də götürürəm modal sözlə başlamadığı üçün. Deyəsən, bu ilki nəticələr əvvəlki illərə nisbətən daha yüksək olacaq. Deyəsən, burada modal sözdür, 5-i götürə bilmərəm. Cavab oldu 1, 2, 4. Sözlərin neçəsinin yazılışını fərqli düşünmək olmaz. Baxın, hasarları ancaq bir cür düşünə bilərsiniz. Hasarlar. Gəlirlər də qoşa r yerinə görsüz qoşa l-dır. Yəni, burada gəlirlər sözü feildir. Yazışda bu şəkildə olacaq. Gəlirlər. Adamsızı 2 cür düşünə bilərsiniz. Bir də siz adamsız, məsələn, otaq, boş otaq mənasında adamsız otaq. Bir də deyirəm ki, siz adamsınız. Bir də xəbərli şəkilçisi kimi düşünə bilərsiniz. Sizə deyir ki, 2 cür düşünmə. Ona görə bunu atıram. Həyəcandan sözünü bir belə düşünə bilərsiniz. Həyəcanla, yəni zərf düzəldən şəkilçi kimi düşünə bilərsiniz. Bir də buradakı nannəni çıxışlı xal şəkilçisi kimi düşünmək olar. Həyəcandan. Yəni bir dəfə zərf düzəldən şəkilçi, bir dəfə çıxışlı xal, 2 cür düşündüm. Deyir fərqli olmasın, ona görə bu da getdi. Bir deyirəm ki, məsələn, filan kəs mənim dediklərimi qandı. Anladı mənasında. O zaman d, şüidi keçmiş zaman şəkilçisi olur. Bir də deyirəm ki, məsələn, onun əlləri qandır. Qandır. Bu zaman da sözün kökü qan, insanın qanı mənasında. Dır isə olur xəbərli şəkilçisi. Dır isimləri və yaxud da digər nitq hissələrinə qoşulanda, feil xaric digər nitq hissələrinə qoşulanda tələffüzdəki r-nı itirir. Yəni bir dəfə feil kimi düşündüm, bir dəfə isim kimi düşündüm və yazılışları fərqli oldu. Ona görə bunu da götürə bilmərəm. Yalnız 2 sözü bir cür yazdığım üçün cavab olacaq elə B variantı. 36. Hansı cümlələrdə 2 düzəltmə söz işlənməmişdir? Zamanı ilə ayaqlaşmaq zərrəti onun sinəsindəki təlatümlərin coşub daşmasına yol vermirdi. Ayaqdan ayaqlaşmaq düzəltmədir. Sinədən sinəsi, sinəsindəki düzəltmədir. Deyir, 2 dənə düzəltmə söz olmasın. Amma birdə olduğu üçün biri götürə bilmirəm. Bir olan variantları atıram. Görürsünüz, 2-3 burada da var, burada da var. Birbaşa ya 4-ə ya da 5-ə baxaraq cavabı çıxarda bilərsiniz. Paltarları bir-bir götürərək tələsmədən qopan düymələri tikdirdi. Burada bir ədəd düzəltmə söz var, o da düymə sözüdür. Sözün kökü düydür. Düydən düymə yaranır. Ona görə 2-ni götürüblər. Sadiq zahirən nə anası kimi rahat, nə də anası kimi gülərüz idi. Burada zahir sözün köküdür, ən leksik şəkilçidir. Bir dənə düzəltmə var, ona görə 3-ü də götürüblər. Mədinə sakit və xəyalpərvər gözlərini haraysa uzaqlara dikdiyi halda aramla danışırdı. Xəyal sözündən xəyalpərvər yaranır. Bu birinci düzəltmə. Aram sözündən aramla yaranır. Bu da ikinci düzəltmə. Deyir, 2 dənə olmasın. Ona görə 4-ü götürə bilmirəm. Avtomatik cavab çıxdı. C variantı. O nə qəzəbinin nəticəsi olan ağır bir söz deyər, nə də düşünülməmiş bir hərəkət edərdi. Düşünməkdən düşünülmək. Bir dənə leksik şəkilçi var. Yəni bir dənə düzəltmə söz var. Başqa düzəltmə söz olmadığı üçün 5-i də götürmək olar. Cavab oldu 2, 3, 5. 37. Həm vurğusuna görə mənası dəyişən, həm də eyni nitq hissəsinə aid olan sözü müəyyən edin. Satirikdə vurğu buradakı in üzərinə, yəni 2-ci hecəyədə, 3-cü hecəyədə düşsə isimdir. Hər iki mənada isimdir. Ona görə A bəndi səhvdir. Dönə-dönə feili bağlama və zərf olur, amma bu vurğu ilə əlaqədar deyil, yəni vurğu sabit qalır. Ona görə B variantı səhvdir. Mütləqdə vurğu ün üzərinə düşəndə zərfdir, ən üzərinə düşəndə sifətdir. Eyni nitq hissəsi olmadığı üçün səhvdir.
Şaxta bir soyuq mənasını bildirəndə, bir də yeraltı mədən mənasını bildirəndə hər iki mənasında da isimdir. Yəni nitq hissəsi dəyişmir, ona görə götürə bilmirəm. Amma məsələn deyirəm ki, gedin paltaları sərin. Bu zaman nitq hissəsi kimi feil olur. Bir də deyirəm ki, sərin hava var. Necə hava? Sərin hava. Bu zaman da sifət olur. Həm vurğu dəyişdi, həm nitq hissəsi dəyişdi. Ona görə doğru variant olur E variantı. Əvəzli işlənən cümlələri müəyyən edin. Masadakı sizsiz gördüyümüz işlərə dair hesabatdır. Məsələn, burada sizi görüb o dəqiqə əvəzli götürməyin. Çünki sözün kökü siz olsa da, buradakı digərsiz leksik şəkilçidir və başlanğıca baxıram sizsiz. Necə? Sizsiz. Bu əslində sifətdir. Əvəzlikdən düzəlmiş sifət. Bizə deyir ki, əvəzli olsun. Ona görə bir səhvdir. Bir olan variantları atırıq. Səhvlərin çoxdur. Buna görə də daha çox çalışmalısan. Buradakı bunu götürüb əvəzi kimi qələmə verə bilmərsiniz. Buna görə də bütövlükdə təhlil olunur və bağlayıcıdır. Səbəb bağlayıcısı. Ona görə 2-ni də götürə bilmərəm. 2 olan variantları da ataq. Hansı uşaq yıxıldı deyə yürüməkdən vazgeçər? Hansı burada sual əvəzi idi? Ona görə 3-ü götürürəm. D variantı gedir. Hərdən təbiət hadisələrinə rast gəlirik. Sözün kökü hərdir. Dandən leksik şəkilçidir. Yəni əvəzlikdən zərf əmələ gəlib. Ona görə 4-ü götürə bilmərik. Saytınızdakı bəzi xəbərlər reallığı əks etdirmir. Bəzi qeyri-müəyyən əvəzli olduğu üçün 5-i götürə bilərik. Cavab olacaq 3 və 5. B variantı. Hansı sözlərin yazışı doğru verilib? Aidlik sözündə y olmur. Səhvdir. Bir olanları ataq. Bəyanat sözündə bəyan olmalıdır. Ənin yerinə a olmalıdır. 2 də səhvdir. 2 olanları da ataq. Felyeton sözündə l ilə y-nın yeri səhv düşüb. Fel yeton şəklində yazılır. Ona görə 3 də səhvdir. 3 olanları da atırıq. Yerdə bilən D qalır onsuz. Dustaq, ebanit, qəbir. Bunlar doğru yazılıb. Bizdən də doğruları istədiyi üçün cavab oldu D variantı. Hansı cümlələrdə elə sözü həm əvəzlik, həm də ədat kimi düşünülə bilməz? Sən elə köhnənin yalancısan. Nə bilim yenə yalan demirsən. Məhz köhnənin yalancısan. Burada elə sözün məsələn də əvəz edə bildim. 100% bilirəm ki, ədatdır. Amma neynəsəm də bunu əvəziyə çevirə bilmərəm. Bizə də deyir ki, 2 cür düşünə bilmə. Ona görə 1-i götürürəm. 1 olmayanları atıram. Başını qaldırıb adamların üzünə elə baxdı ki, sanki hamının ona borcu var. Elə baxdı, necə baxdı, nə tərzə baxdı, elə baxdı. Burada elə əvəzi idi, zərfi əvəz edib və neynəsək də yenə də əvəzi olaraq qalır. Ədata çevirmək mümkün deyil. Ona görə 2-ni də götürürəm. Cavab oldu elə E variantı. Elə başı aşağı adamdan qorxmaq lazımdır. Çünki suyun lal axanı, adamın yerə baxanı. Necə başı aşağı, elə başı aşağı. Yəni başı aşağı salma tərzlərinə əsasən deyir ki, bax, elə başı aşağı adamdan qorxmaq lazımdır. Bir də ümumiyyətlə başı aşağı adamdan qorxmaq lazımdır mənasına gəlir çıxırsa, ümumiyyətlə mənasını verirsə ədatdır, başı aşağı tərzini ifadə edirsə əvəzlidir. Buna görə götürə bilmirəm. Elə danışmaq sənə düşmən qazandırdı. Bunu anlaya bilmirsən. Burada elə danışmaq, necə danışmaq, nə tərzdə danışmaq kobud mənasına gəlib çıxırsa, yəni kobud tərzdə danışmaq sənə düşmən qazandırdı. Bu zaman əvəzli idi. Bir də deyirəm ki, elə danışmaq, yəni ağzını açıb söz demək sənə düşmən qazandırdı. Bu zaman da ədatdır. 2 cür düşünə bilmədiklərimiz 1 və 2 oldu, yəni ki, E variantı. Sualların izahının sonuna gəldik. Ümid edirəm ki, hər bir izah sizin üçün yararlı olmuşdur. Hər birinizə imtahanda uğurlar arzulayıram. İnşallah hər biriniz istədiyiniz nəticəyə nail olarsınız. Qorxmayın, həyəcanlanmayın. Proqramı bilirsiniz, hər bir şeyə keçmişsiniz. Sizə düşən nədir? Həyəcanlanmadan, sakit bir şəkildə testləri diqqətli işləmək. Adi bir diqqətsizlik səhvi bütün sualınızı səhv eləyə bilər. Acı riyaziyyatda bir hesablama səhvi, vurma yerinə toplama yazmaq və yaxud da 5 yerinə 4 yazmaq, bu tip səhvlər bütün sualı apara bilər. Ona görə də nə edirsiniz? Həyəcanlanmırsınız, sakit şəkildə işləyirsiniz və tələsmirsiniz. Tələsən tələyə düşər, unutmayın. Yavaş-yavaş diqqətli şəkildə işləyin, çıxdaşla işləyin. Çıxdaş həm vaxta qənaətdir, həm də tez bir zamanda cavabı çıxartmaq deməkdir. Üstəlik də cavabı düz şəkildə çıxartmaq deməkdir. Ona görə də sizdən xahiş edirəm ki, işləyəndə diqqətli olun. Yenə də uğurlar arzu edirəm. İnşallah yüksək nəticələr yığarsınız. Hər birinizin nəticəsi maksimal bal olar. İmtahanı bitirdikdən sonra nəticələriniz çıxanda bu videonun altına mütləq şəkildə qeyd edərsiniz.
Uğurlar, gələn dərslərdə görüşənədək.